Bu ölkədə dostluq da pulladır. Təsəvvür edin ki, ad gününüzdür, amma sizi təbrik edəcək bir nəfər də yoxdur. Toyunuz var, amma dəvət edəcək dostunuz yoxdur. Belə vəziyyətdə nə edərdiniz? Yaponiyada bunun qəribə bir həlli var. Orada insanlar pul ödəyərək dost kirayələyə bilir. Bəli, səhv eşitmədiniz. Dost kirayələmək mümkündür. İlk baxışdan bu zarafat kimi görünür, amma Yaponiyada illərdir fəaliyyət göstərən şirkətlər insanlara müxtəlif rolları canlandıracaq şəxslər təqdim edir. Siz dost, sevgili, ailə üzvü, hətta toy qonağı belə kirayələyə bilirsiniz. Bəs insanlar niyə buna ehtiyac duyur? Yaponiya dünyanın ən inkişaf etmiş ölkələrindən biri olsa da, burada tənhalıq ciddi sosial problemlərdən hesab olunur. Uzun iş saatları, gərgin həyat tərzi və sosial münasibətlərin zəifləməsi səbəbindən bir çox insan özünü tək hiss edir. Məhz buna görə bəzi insanlar bir neçə saatlıq da olsa kiminləsə söhbət etmək, birlikdə yemək yemək və ya sadəcə gəzintiyə çıxmaq üçün bu xidmətlərdən istifadə edirlər. Ən maraqlısı isə budur ki, bu xidmət yalnız dostlarla məhdudlaşmır. Toylarda zal boş görünməsin deyə qonaqlar, ailə tədbirlərində yaxın qohum rolunu oynayan insanlar, hətta iş görüşlərində həyat yoldaşı kimi təqdim ediləcək şəxslər də kirayələnə bilir. Ancaq bunun ciddi qaydaları var. Kirayə dost yalnız müqavilədə göstərilən vaxt ərzində sizinlə olur. Şəxsi münasibət qurmaq, xidmət bitdikdən sonra əlaqə saxlamaq və ya dostluğu davam etdirmək əksər hallarda qadağandır. Bu xidmətlərdən ən çox tək yaşayan insanlar, yaşlılar, boşanmış şəxslər və böyük şəhərlərdə yaşayan gənclər istifadə edir. Mütəxəssislər hesab edirlər ki, bu vəziyyət müasir cəmiyyətlərdə tənhalığın getdikcə daha böyük problemə çevrildiyini göstərir.